6-cı sinifə dəstək üçün 6-cı sinif Dimin tapşırıq kitabından, sinif üçün olan kitabdan, tapşırıq kitabından, qiymətləndirmə tapşırıqlarından bir mətnin izahına baxaq. Mətnin adı belədir: Balaca Nəcəf. Əvvəlcə mətni oxuyuram, sonra ona aid olan 5 sualın cavabını birlikdə tapırıq. Balaca Nəcəf oxumaq arzusu ilə Şuşadan Bakıya gəldi. Xalası Afərin onu görəndə çox sevindi. Nəcəf Şuşadan bura gimnaziyada oxumaq arzusu ilə qaçıb gəldiyini bildirdi. Deməli, Nəcəf bura qaçıb gəlmişdi. Axşam xalasının əri İbrahim gəldi. O, çox ağır xasiyyətli bir adam idi. Nəcəfi görəndə qaşqabağını tökdü. Afərin əhvalatı İbrahimə danışıb xahiş etdi ki, sabah Nəcəfi gimnaziyaya aparsın. Bəlkə onu məktəbə qəbul etdilər. İbrahim acıqlı səslə: Bircə bu qalmışdı, özü getsin. Şuşadan buraya yol tapan məktəbi də tapar. Nəcəf xalasının narahat olduğunu görüb dedi: Xalacan, narahat olma, tapacağam. O, soraqlaşa-soraqlaşa gəlib, üstündə rusca Bakı Gimnaziyası yazılmış 2 mərtəbəli bir binanın yanında dayandı. Nəcəf ağır addımlarla içəri girdi. Geniş və işıqlı dəhlizin o biri başından orta yaşlı bir kişi gəlirdi. O, ayaq saxlayıb Nəcəfdən nə üçün gəldiyini soruşdu. Nəcəf onun sualında nədənsə böyük bir xeyirxahlıq duydu və Bakıya gəlməsinin səbəbini ona bildirdi. Müsahibi Nəcəfin qolundan tutub onu üstünə direktor yazılmış otağa gətirdi. Direktor İvan İvanoviç onları görən kimi yerindən durdu və mehribanlıqla: Buyurun Həsən bəy, nə lazımdır? Nəcəf onun qeydinə qalan bu adamın Həsən bəy Zərdabi olduğunu biləndə çox sevindi. Direktor Nəcəfə rus dilində bir neçə sual verdi. O, bütün suallara doğru cavab verdi. Direktor üzünü Həsən bəyə tutub dedi: Həsən bəy, çox yaxşı, qoy sabahdan dərsə gəlsin. Nəcəfin sevincinin həddi-hüdudu yox idi. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirovun Həsən bəy Zərdabi ilə tanışlığı belə başlamışdı. Mətn bizə aydın oldu. İstəsəniz şəklini çəkib bir də oxuya bilərsiniz mətni. Sonra sualların cavablarını da əvvəlcə özünüz tapıb, sonra da izaha baxa bilərsiniz. Mətndə nədən söhbət getmir? A bəndi. Nəcəfin Şuşadan Bakıya nə məqsədlə gəlməsindən. Artıq biz burada bilirik ki, Nəcəf Bakıya niyə gəlmişdi? Gimnaziyada oxumaq arzusu ilə. Onu bildik. Onun B bəndi Həsən bəy Zərdabi ilə ilk tanışlığı harda oldu, necə oldu, o da mətndə oxuduq indi. Nəcəfin xalası Afərinin qayğıkeşliyindən, bəli, Afərin qayğıkeş bir xala idi. O, həm mehribanlıqla yanaşırdı, həm istəyirdi ki, əri onu məktəbə aparsın Nəcəfi. Sonra D bəndi Milli Teatrın əsasının qoyulmasından. Biz mətni burada axıra kimi oxuduq, amma burada Milli Teatr, onun əsası qoyulması haqqında heç bir məlumat yox idi. Deməli, cavabımız əslində D bəndidir. Y bəndinə baxaq. Gimnaziya direktorunun onları gülləri üzlə qarşılamasından, bəli, çünki direktor burada dedi ki, baxın, mehribanlıqla dedi ki, buyurun Həsən bəy, nə lazımdır? Deməli, burada düzgün cavab oldu D bəndi. Çünki mətndə Milli Teatrın əsasının qoyulmasından söhbət getmir. Keçək ikinci suala. Mətnin məzmununa uyğun atalar sözünü müəyyən edin. Mətnin məzmununa uyğun, məsələn, B bəndini desək, işləməyən işləməz. Burada işləməkdən, nəsə yeməkdən söhbət getmir. C bənd, cücəni payızda sayarlar. Bu haqda da elə bir mövzu yoxdur. Yüz ölç, biri biç, el gücü, sel gücü. Bunlar haqqında, yəni mövzuya, mətnə uyğun gəlmir. Mətnə uyğun gələn A bəndidir. Niyyətin hara, mənzilin ora. Yəni, Nəcəfin niyyəti hara idi? Niyyəti, məqsədi, arzusu gimnaziyada oxumaq idi və özünü gəlib oraya yetirdi və həmin məktəbə də daxil oldu.
Üçüncü sual, demək, ikinci sualda cavab A bəndi. Üçüncü sual. Birinci abzasın ilk cümləsi hansı nitq hissəsi ilə başlayır? Bu artıq dil qaydasına aiddir. Birinci abzas bir yazılan hissədir. Balaca Nəcəf. Demək, birinci söz nədir? Balaca. Balaca sözdə bildiyimiz kimi nədir? Sifət. Deməli, cavabımız burada nə olacaq? B bəndi. Çünki birinci abzasın ilk cümləsinin hansı nitq hissəsi ilə başlayır? Balaca sözü ilə, balaca sözü də sifətdir. B bəndi. Dördüncü sual. Altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir? Altından xətt çəkilmiş söz buradadır. Baxın, xalasının. Axşam xalasının əri İbrahim gəldi. İndi baxaq, xalasının sözü haqqında nə soruşulur? Deyilir ki, səhvi tapın. Səhv burada nə ola bilər? Sadədir. Xalasının sözü bəli, sadədir. Xala sözün kökü, s mənsubiyyət şəkilçisi, n da yiyəlik hal şəkilçisi. B bəndi. Kimin sualına cavab verir? Xalasının, kimin? Doğrudur. C bəndi. İkinci şəxsin təkli mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bunu saxlayaq. D bəndi. Yiyəlik haldadır. Bəli. Kimin sualına cavab verdi? Xalasının. Nın burada yiyəlik hal şəkilçisidir. Y bəndi. İnsan anlayışı bildirən isimdir. Bəli. Kim? Xalası. İndi C bəndində ikinci şəxsin təkli mənsubiyyət şəkilçisi deyirik. Xalasının deyəndə əslində burada ayırmaq çox asandır. Çünki orada s şəkilçisi var. S şəkilçisi biz bilirik ki, üçüncü şəxsin mənsubiyyət şəkilçisi. I, i, u, ü, s, si, su, sü. Yəni, Nəcəfin xalası, onun xalası dedikdə bu ikinci şəxsə yox, üçüncü şəxsə aid bir mənsubiyyət şəkilçisidir. Ona görə də dördüncü sualda cavabımız oldu C bəndi. Yəni, xalasının sözündəki səhv ikinci şəxsin təkil mənsubiyyət şəkilçisi qəbul etmişdir cümləsi səhv fikirdir. Çünki üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmişdir. 4C. 5-ci və həmin mətnin sonuncu sualına baxaq. Nömrələnmiş cümlələrdən hansında düzəltmə isim var? Nömrələnmiş cümlələrə baxırıq. Birinci cümlə. Balaca Nəcəf oxumaq arzusu ilə Şuşadan Bakıya gəldi. Burada düzəltmə bizdən soruşulurdu. Düzəltmə isim. Burada düzəltmə isim yoxdur. Balaca söz sifətdir. Nəcəf arzusu Şuşadan Bakıya. Hər biri sadədir. İkinci cümləyə baxaq. Axşam xalasının əri İbrahim gəldi. Xala, ər, İbrahim hər biri sadədir. Ancaq biz isimlərə baxırıq. Digər nitq hissələrinə baxmırıq və burada baxırıq ki, 3 yazılan hissə yoxdur ümumiyyətlə. Ona görə 4-ə baxaq. Nəcəf ağır addımlarla içəri girdi. Burada da Nəcəf bir də addımlar sözü isimdir və sadədir. Keçək 5-ci cümləyə. 5-ci cümlədə də Nəcəf onun sualında nədənsə böyük bir xeyirxahlıq duydu və Bakıya gəlməsinin səbəbini ona bildirdi. Baxın, bu cümlədə xeyirxahlıq sözü var ki, xeyirxahlıq sözündə 2 leksik şəkilçi var. Xeyir sözün kökü, xah leksik şəkilçi, lıq da leksik şəkilçi. Deməli, burada düzəltmə isim xeyirxahlıq sözüdür. Bizim doğru cavabımız 5-dir. 5-ci cümlədə hansı bənddir? D bəndi. Deməli, 5-ci sualın cavabı D bəndidir. Bu mətni bu qədər.